Bundan sonra Azərbaycanlı kişilər 4 qadınla evlənə biləcəklər. Amma bunun üçün Rusiyaya getməlidirlər. Belə ki, Rusiya müsəlmanları ruhani idarəsi müsəlmanlara eyni vaxtda 4-ə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Publika Az bizim mediaya istinadən xəbər verir ki, fətva ötən il verilsə də qeyri-müsəlmanlar tərəfindən çoxsaylı narazılıqlar olduğundan gecikdirilmişdi. Bu ildən isə məsələ yenidən diqqət mərkəzinə düşüb. Qeyd edək ki, Rusiyada hüquqi mənada çoxarvadlığa icazə verilmir. Amma mövcud Rusiya qanunvericiliyində çoxarvadlığa görə cəza da yoxdur. Dinşünas Yuri Tabak diqqətə çatdırıb ki, Rusiyada çoxarvadlıq olmasa da eyni zamanda 2 ailəsi olan kişilər çoxdur. Stat. Belə bir problem var və hələ də həlli çətindir. Bir tərəfdən bu qadağandır, digər tərəfdən müsəlmanların çox olduğu Rusiyada biz ənənələrə hörmət etməyə bilmərik. Kişilər onsuz da bir neçə qadınla gizli yaşadığı halda nə üçün bu cür ailələri qanunləşdirmirik? Amma hələlik bütün bunlar sual altındadır. İnsan Hüquqları Şurasının üzvü Kiril Kabanov isə narahatdır ki, çoxarvadlığın legallaşdırılmasından sonra müsəlmanlar Rusiya qanunlarına tabe olmaqdan imtina edə bilərlər. Onun fikrincə növbəti addım Rusiya məhkəmə sisteminin rədd edilməsi, tanınmaması və şəriət məhkəmələrinin tətbiqidir. Rus Pravoslav kilsəsi də çoxarvadlığa qarşı çıxış edib. Belə ki, keşiş Pavel Ostrovski Rus qadınlarını müsəlmanlarla münasibətə başlamazdan əvvəl hətta qadın onunla evlənmək niyyətində olmasa belə 100 dəfə düşünməyə çağırıb. Bəs dünyəvi ölkələrin rəsmi qanunlarında poligamiya qadağan olunsa da monogamik ola bildikmi? Bu sualın səmimi cavabı böyük ehtimalla yoxdur. Amma yanaşmalar var əlbəttə. Müasir həyat bizə monogamiya gətirmədi. Son statistika göstərir ki, dünya kişilərin 70%-nin, qadınların isə 40%-nin nikahdan kənar münasibətləri var. Yəni, insan təbiətən poligamiyaya meyillidir. Amma psixoloqlar deyir ki, poligamiya psixi pozuntudur. İnsanın həyatında bir yoldaşı, tərəfdaşı, ömür dostu olduğu halda ikinciyə, üçüncüyə nə ehtiyac var? Çoxarvadlıq kişiyə problemlərdən başqa nə gətirir? Demək ki, belə insanlar dincliyi sevmir. Bəzi sosioloqlar insan təbiəti monogamiya üçün uyğun deyil deməklə çoxarvadlığa haqq qazandırmaq istəyirlər. Ona qalsa bizim təbiətimizdə olan, amma qarşısını almağa məcbur olduğumuz başqa duyğu və davranışlarımız da var. Məsələn, aqressivlik, başqalarına hücum çəkmək. Niyə hər dəfə əsəbləşəndə özümüzə hakim olmağa çalışırıq? Təcavüz bizim təbiətimizdədirsə, onda hər qəzəblənəndə qarşı tərəfə fiziki güclə hücum edək və zərər verək. Amma etmirik. Çünki sivil insan olaraq öz hərəkətlərimizə məsuliyyət daşıyırıq. Davranışlarımız təkcə bioloji faktorlarla müəyyən edilmir. Daxili istəkləri psixoloji və sosial amillərlə birlikdə qiymətləndirmək lazımdır. İnsanın cinsəl istəyi də ağlı tərəfindən nəzarətə alınmalıdır. Bacarmırsa, deməli problemi var. Psixoloq Yeganə Cəfərova belə deyir. Psixoloq bildirir ki, monogamiya və poligamiya məfhumlarından bəhs edərkən təkamül prosesinin başlanğıcında öz istəklərimizə və ya əcdadlarımızın həyatına istinad etmək böyük səhvdir. İslam dinində icazə verilir deyə bir kişinin eyni anda 4 qadınla nikahda olması günümüzlə səsləşirmi? İlahiyyatçı Hacı Ağa Muradov qeyd edir ki, şəriətdə 4 qadınla evlənməyə icazə verilsə də, bunun çox şərtləri var. O kişi 4 qadınla evlənə bilər ki, onların hamısına eyni maddi, mənəvi qayğı göstərə bilsin. Stat. Yoxsa hər önünə gələn kimisə bəyəndi deyə 4 arvad ala bilməz. İslama qədər cahiliyyə dövründə ərəblər saysız qadınlarla evlənirdilər. İslam peyğəmbəri qadınların sayını 4-ə indirdi. İslamın yarandığı illərdə də buna icazə verilməsinin səbəbi o idi ki, tez-tez müharibələr olurdu və kişilər ölür, qadınlar ərsiz qalırdılar. Həm də nəsil artımı üçün vacib idi. Dul qadınları himayəyə almaq üçün kişilərin bir neçə qadınla evlənməsinə icazə verilirdi. Əslində qadınların xeyrinə idi. Tək başsız qalmamaları üçün razı olurdular. Yoxsa harda cavan gözəl qız gördün, get onunla da evlən deyə bir şey yoxdur. Yəni dövrünə görə çox doğru addım idi. İndi isə qadınlar buna razılaşmaz. İkincisi də hər kişi bu şərtləri yerinə yetirə bilməz. Bu günümüzə görə deyil. Statın sonu. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.